Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Bürcünüz hansı meyvəyə bənzəyir? Ox atan oğlaq, dolça və balıq bürclərinin maraqlı xüsusiyyətləri. Astrologiyaya maraq göstərən insanlar üçün bürclərin xarakter xüsusiyyətlərini fərqli nümunələrlə izah etmək həmişə maraqlı olur. Bu dəfə isə ox atan oğlaq, dolça və balıq bürclərini müxtəlif meyvələrlə müqayisə edəcəyik. Bu bənzətmələr əyləncə məqsədi daşıyır və hər bir bürcün xarakterini simvolik şəkildə ifadə edir. Gəlin birlikdə bu maraqlı uyğunluqlara nəzər salaq. Ox atan moruq ox atan bürcü azad ruhlu, həyat dolu və optimist insanları təmsil edir. Onlar yenilikləri sevir, səyahət etməyə, öyrənməyə və fərqli insanlarla ünsiyyət qurmağa həmişə açıq olurlar. Çətin vəziyyətlərdə belə ümidlərini itirmir, ətrafdakılara müsbət enerji verməyi bacarırlar. Məhz buna görə ox atan bürcü ətirli moruğa bənzədilir. Moruq necə ki, xoş ətri və dadı ilə insanın əhvalını yüksəldir. Ox atanlar da olduqları mühitə sevinç və enerji gətirirlər. Onlar dostluğa böyük önəm verir, səmimi münasibət qurmağa çalışır və həyatın gözəl tərəflərini görməyi bacarırlar. Onların nikbinliyi çox vaxt ətrafındakı insanlara da motivasiya verir. Oğlaq barmaq üzümü oğlaq bürcünün nümayəndələri insanlı, məsuliyyətli və məqsəd yönlü olmaları ilə tanınırlar. Onlar uğur qazanmaq üçün səbirlə çalışır, emosiyalarına deyil, məntiqə üstünlük verirlər. Başlarına qoyduqları hədəflərə çatmaq üçün planlı şəkildə hərəkət edir və çətinliklərdən çəkinmirlər. Bu xüsusiyyətlər onları barmaq üzümünə bənzər. Barmaq formalı üzüm salxımları necə səliqəli və diqqət çəkici görünürsə, oğlaqlar da həyatlarını planlı şəkildə qururlar. Onlar hər addımı əvvəlcədən düşünür, tələsmədən qərar verir və zaman keçdikcə zəhmətlərinin bəhrəsini görürlər. Güvənilən və etibarlı insan olmaları onların ən böyük üstünlüklərindəndir. Dolça tut, dolça bürcü yaradıcı düşüncəsi, fərqli baxış bucağı və yenilikçi ideyaları ilə seçilir. Onlar stereotipləri qəbul etməyi sevmir, daim yeni yollar axtarır və cəmiyyətə fərqli baxış gətirməyə çalışır. Dolçalar tut meyvəsinə bənzədilir. Tut ilk baxışdan sadə görünə bilər, lakin onun özünə məxsus dadı və faydaları zaman keçdikcə daha yaxşı qiymətləndirilir. Eynilə dolçalar da bəzən ilk görüşdə tam başa düşülməsələr də zaman keçdikcə fərqli düşüncələri və yaradıcı yanaşmaları ilə insanların hörmətini qazanırlar. Onlar azad düşüncəyə böyük dəyər verir və öz yolları ilə irəliləməyi üstün tuturlar. Balıq, qarpız, balıq bürcü emosional, həssas və xəyalpərəst insanları təmsil edir. Onlar güclü intuisiya sahibidirlər. Başqalarının hisslərini anlamaqda çətinlik çəkmirlər və mərhəmətli davranışları ilə seçilirlər. Bu səbəbdən balıq bürcü qarpıza bənzədilir. Qarpızın sadə görünüşünün altında şirin, sulu və zəngin dad gizləndiyi kimi, balıqların da daxilər aləmi çox zəngindir. Onlar duyğularını hər zaman açıq şəkildə göstərməsələr də daxilən dərin hisslər yaşayırlar. Yaradıcılığa, musiqiyə, incə sənətə və romantik münasibətlərə xüsusi maraq göstərmələri də onların fərqləndirici xüsusiyyətlərindəndir. Nəticə əlbəttə hər bir insan özünə məxsus xarakterə malikdir və bürclərlə bağlı bu cür bənzətmələr yalnız əyləncə və maraq məqsədi daşıyır. Bununla belə ox atanın enerjisi, moruğu, oğlaqın intizamı, barmaq üzümünü, dolçanın fərqliliyi tutub balığın emosional dünyası isə qarpızı xatırladı. Siz bu bənzətmələrlə razısınızmı? Bürcünüzə uyğun seçilən meyvə sizin xarakterinizi əks etdirir. Fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Videonu bəyəndinizsə bəyənmə düyməsini sıxın, kanala abunə olun və yeni maraqlı mövzuları qaçırmamaq üçün bildirişləri aktivləşdirin.